İstehsal ili 1988-1995-ci illərə təsadüf edən BMW M5 modelinin əfsanəvi E34 gövdəsi yaradılır. E34 M5 S38 B38 indeksli atmosfer mühərriklə təchiz edilmişdir və 0-dan 100-ə cəmi 5,7 saniyəyə yığırdı. Razılaşaq ki, bu göstəricilər indiki dövr üçün də çox aktualdır. Həmin dövrlərdə E34 M5 özündə ən son texnologiyaları cəmləşdirməyi bacarmışdır. Amma bununla kifayətlənmək istəməyən BMW mühəndisləri 1991-ci ildə Avropada məşhur olan iki avtomobil pilotu Johnny Cikotta və Joachim Winkelholz'u öz ofislərinə dəvət edərək sual verir. İdeal M5 necə olmalıdır? Bu suala cavab olaraq Johnny Cikotta ən lüks və ən son texnologiyalarla təchiz edilmiş E34 M5 modelini əldə etmək istəyir. Amma Joachim Winkelholz isə ən ekstremal və ən yüngül E34 M5 modelinə sahib olmaq istəyir. Uzun sürən danışıqlardan sonra BMW mühəndisləri ən son və ən lüks texnologiyalarla zəngin olmuş E34 M5 Cikotta versiyasını istehsal edir. Ən ekstremal və ən yüngül E34 M5 Winkelholz versiyasını yaradırlar. Hər iki avtomobildən yenə də qeyd edirəm, limitli sayda istehsal olunur və Johnny Cikotta'ya, eyni zamanda Joachim Winkelholz'a BMW tərəfindən bir nüsxə hədiyyə edilir. Bu cür avtomobillər tapmaq hal-hazırda çox çətindir. E34 M5 BMW tarixinə istər mühərrik olsun, istər gövdə olsun, sonuncu əl ilə yığılmış BMW M5 kimi düşür.